Salamu aleykum. Allahın rəhməti, bərəkəti, məğfirəti, gözəlliyi sizin üzərinizə olsun. Allahu Akbar. Eviniz nur olsun. Gözəl insan olun, səmimi insan olun, təkəbbürlü olmayın, həsəd əhli olmayın, kin əhli olmayın. Allahın buyurduğu kimi, Peyğəmbərin buyurduğu kimi, o gözəl insanların buyurduğu kimi gözəl xeyir yolda siz addımlayın Allahın izni ilə. 28-ci söhbətimiz olacaq Allahın izni ilə. Şəhidimiz Şumalov Ceyhun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şumalov Ceyhun da onun içində və bütün şəhidlərimiz onun içində. Deməli, təkəbbürlük haqqında söhbət eləmək istəyirəm sizə. Həm də Ramazan ayı yaxınlaşır. Allah bu gözəl ayı bizim üçün mübarək eləsin. Bu gözəl ayı, bu Ramazan ayını gözəl şəkildə qarşılamağı, gözəl şəkildə yola salmağı, ibadətlə, duala, ixlasla gözəl keçirməyi Allah bizdən razı qalsın. Cənnəti qazanaq. Bu gözəl ayda, bu gözəl günlərdə həm Quranla, həm sünnənə, həm gözəl o ixlas əməlimizlə Allahın sevdiyi qullardan olaq Allahın izni ilə. Deməli, 28-ci söhbətimiz olacaq dedim. Deməli, təkəbbürlük haqqında. Təkəbbürlük nədir? Bu çox dəhşət bir mövzudur. Çox dərin bir mövzudur. Allah Subhanahu taala inşallah söhbətimizi xeyirli, faydalı etsin. Ən çox mənə və sonra sizə xeyirli olsun, faydalı olsun, bərəkətli olsun Allahın izni ilə. Demək, təkəbbürlük nədir? Təkəbbürlük odur ki, insanın özünü başqalarına üstün görməsi, haqqı qəbul etməməsi, bax bunu çox diqqətlə dinləyin, haqqı qəbul etməməsi və insanlara kinlə, həsədlə baxmasına deyilir. Subhanallah. Yenə demək istəyirəm sizə, demək, təkəbbürlü insanların başqalarından üstün görməsi, yəni özünü başqalarından üstün görməsi, haqqı qəbul etməməsi və insanlara kinlə, həsədlə baxmasına deyilir. Subhanallah. Allah bizi bu qrupdan qorusun. Bu insanların şərrindən qorusun. Bu insanların fitnəsindən qorusun. Bu insanların bizim yanımızda olmasınlar, bizim ətrafımızda olmasınlar. Ətrafımızda varsalar, Allah bizi onlardan uzaq etsin. Biz onların şərrindən qorunaq və hər zaman gözəl insanlarla, xeyirli insanlarla oturaq, onların duasını alaq. Və bir hədisdə deyilir ki, qəlbində zərrə qədər təkəbbürlü kin varsa, Allahu Akbar, o insan cənnətə girə bilməz. Zariyat surəsi, səhv etmirəmsə, nə deyir? Və mən ya'məl miskələ zərrətin xeyrən yerə və mən ya'məl miskələ zərrətin şərrən yerə. Subhanallah. Yəni qəlbində hardal danəsi qədər bir xeyir işləmişsənsə, bir gözəl xeyir iş işləmisənsə, onun mükafatını Allah Subhanahu taala sənə verəcək. Və qəlbində hardal danəsi qədər bir pis bir iş görmüşsənsə, onun da cəzasını illa görəcəksən. Və bunu ilk təkəbbürlənən, ilk Allah asi olan da şeytan aleyhillâne olmuşdur ki, Allah-u Teala onun əzabına düçar olmuşdur, haqq qazanmışdır və Allaha ilk üsyan eləyən olmuşdur. Deməli, bunun əlamətləri nədir? Bunun əlamətlərindən biri odur ki, bu qrup insanlar nəsihəti qəbul etməz. Subhanallah. Nəsihət verməyi çox sevərlər. Bütün insanlar nəsihət verərlər, amma özləri nəsihət qəbul etməzlər. Nəsihət sevərlər, verərlər ki, versinlər insanlara, amma nəsihət qəbullanmazlar. Yəni, kimsə mənə nəsihət versin, bunu qəbullanmazlar. İkincisi, haqqı görməzlər, səhvi görməzlər. Yəni, özündə səhv var, özündə problem var, özündə sıxıntı var, bunu görməz. Amma hamı da bir səhv axtarar, hamı da bir qüsur axtarar və öz səhvini boynuna almaz. Subhanallah. Bu da böyük bir ərdəmdir, böyük bir məqamdır ki, insan deyər ki, bağışla, bilməmişəm, üzürlü say, bundan sonra olmaz. Mən bu səhvə daha yol vermərəm. Yəni, insanın etiraf etməsi gözəl bir şeydir. Amma o qrup insanlar heç vaxt etiraf etməzlər. Və bunun macəsi vardır. Bunun macəsi odur ki, insan sadə olacaq. Allahu Akbar. İnsan təkəbbürlü olmayacaq. İnsan sadəliyin zirvəsində olacaq. İnsan Allahın bütün nemətlərinin Allahdan gəldiyini biləcək. Subhanallah. Və işte bu təvazökarlığın sadəsidir və bunun çözümü budur. Yəni sadə olacaq, bütün nemətlərin Allahdan olduğunu biləcək və hər zaman insanların arasında olacaq və insanlara hizmət edəcək.
insanlara yardım edəcək və qəlbində ancaq Allah rızası olacaq. Yəni mən bir işi gördümsə, mən nəsə bir iş gördümsə, yəni ancaq kimsə mənə nəsə versin, kimsə insanlardan gözləməyəcək. Allahdan gözləyəcək. Subhanallah. Ya bu da belə bilinməlidir. Və deyir ki, bir hədisdə gözəl deyir ki, kimin Allah üçün sadə, Allah üçün təvazökar olarsa, Allah Subhanahu taala onu hər zaman ucaldar. Hər zaman onu qaldırar, onun məqamı yuxarı olar. Amma kim ki kin əhli, həsəd əhli, qəlbində nəsə problem, bəlkə sıxıntı varsa, Allah Subhanahu taala onun hər zaman dərəcəsini azaldar. Və bir gözəl dua ilə bitirmək istəyirəm söhbətimi. Deyir ki, Allahım bizi təkəbbürlərdən uzaq et. Və bizi qulluğuna qəbul et. Subhanallah. Və o qulluğa nail olduğumuz üçün biz hər zaman sənə həmd-i sənalar edək. Hər zaman sənə şükür edək. Allah söhbətimizi xeyirli etsin, faydalı etsin, bərəkətli etsin. Allah Teala sizi daim qorusun.